Sizə edirəm bir vəsiyə, kəfənə bunu kəri bükəndə, elə ki məzara qoydular, bədənimə torpaq tökəndə, bədənimə torpaq tökəndə. Həllal oxuyub susuz ağamın rozəsini, eşidim Selvay səsini, eşidim Selvay səsini. Bir az kəfənə qoyun ağamın türbətini, yadınıza salın qürbətini, yadınıza salın qürbətini, yadınıza salın qürbətini. Şal bağlayıb, kəfənə baxıb dil dağlayıb, kəfəni olan köhnə həsir, yaralı Hüseynə ağlayıb, yaralı Hüseynə ağlayıb. Hər bu gecə mənə ona mehman gələcək, yanıma nəbət şam gələcək, yanıma nəbət şam gələcək. Tək qoymayacaq, bilirəm o gün o kərini, başıma çəkər əllərini, başıma çəkər əllərini. Çatıb ömrüm əzaya, gəlib ürəyim hey nəvaya, kəfənim içində döndərir mənim üzümü Kərbəlaya, mənim üzümü Kərbəlaya. Qəbrim daşına yazıla Hüseyn ağlayanır, ağamın ürək dağlayanır, ağamın ürək dağlayanır. Qəbrim dədəmə, qərib ağama ağlayaram, ağama əza saxlayaram, ağama əza saxlayaram. ای سرور و سالار حرم خانه ابوالفضل، این داد ندون مکتب قرآن ابوالفضل. ای سرور و سالار حرم خانه ابوالفضل، این مکتب قرآن ابوالفضل.
زن مرتبه و عشقی دوالا سن بفز اون یه دی جزن من سبتارا سن بفز دنیا در نظر کرده یه زهرا سن بفز شایست سمن حق چی به عنوان بفز söz yok senin eşkin Soğuna haber dadi Her derde güzeldir Bütün alemde devadi Diktin dili bir bahre bilirsen ki şehvadi Bir sahne yarattın yaralı bu belada Peyran kalıp alem Dele İsa'ra zahada Adun celete çeşreşimi bezne azada Eşkün yazılar loh edilo tana benfez Cevap sana ger bir yer alemdeyiz aşık Sen tek gele dünyaya tetin dilde düz aşık İki gol yara göre bir de göz aşık İfa eledin ehdime merdane evvel fez Evvel fez Evvel fez Ağlamadan ey məni ağladan ağlamadan Mənə gəlsin qadan ağlamadan Mənə gəlsin qadan ağlamadan Ey məni ağladan ağlamadan Mənə gəlsin qadan ağlamadan Mənə gəlsin qadan Etməli bir qonağı yolda saxlama Ağlama Ey oturub dizlərimi qucaqlama Ağlama Əli, Əli Əmoğlu can etmə mənim bağrımı qan Ağlama Əli uşaqların baxır bizə çox ucadan Ağlama Uşaqların baxır bizə çox ucadan Ağlama, ağlama da
məni ağladan ağlamadan, mənə gəlsin qadan ağlamadan, mənə gəlsin qadan ağlamadan. Ey məni ağladan ağlamadan, mənə gəlsin qadan ağlamadan, mənə gəlsin qadan. Ey demə getmə Fatimə, Əli qala bilmirəm. Getmə Razidə Hər birinizi salamlayıram. Bu günləri şəhidlərimizin əziz xatirəsinə olan tədbirimizi açıq elan edirik. İlk öncə Azərbaycan Respublikasının dövlət himni və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Cəlilabad rayon Pirqonliyə kəndinə anadan olub. 2002-ci ildə Pirqonliyə 2 sayılı tam orta məktəbin 1-ci sinifinə qəbul olunub və 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Cəlilabad rayon Göytəpə Peşə Liseyinə qəbul olunur. 2013-cü ildə liseyi bitirir. 2014-cü ildə həqiqi hərbi xidmətə gedir və xidmətini Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində başa vurub 2015-ci ildə ehtiyata buraxılır. Lakin düşmən tapdağında olan doğma torpaqlarımız, vətən sevgisi onu yenidən ordu sıralarına xidmətə məcbur edir. 2016-cı ildə yenidən daxili qoşulların xidmətini davam etdirir. Şəxsi bacarıq və nümunəvi xidmətinə görə onu daxili qoşun bölmələrində xüsusi təyinatlı bölməyə keçirirlər. Torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda döyüşən Elnur, Murov zirvəsinin alınmasında xüsusi əməyi olmuşdur. 2 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Bağırov ölümündən sonra vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi isə bizim tədbirimizin ilk öncə sözü şəhid atası Zeynal əmiyə verək. Bir belə gün görməmişdi güneylər. Bir belə gün görməmişdi güneylər. Bir fəryad var axar məni küleylər. Qucaqlayır baş daşını küleylər. Dağlar sənə lay lay deyir şəhidi. Bir nəğməsən könüllərdə qalası. Bir nəğməsən könüllərdə qalası. Sən vətənin yenilməyən qalası. Rahat uyu ay dağlar balası. Dağlar sənə lay lay deyir şəhidi. Sən bir haqsan, hak yenilməz bu dağlar. Sən bir haqsan, hak yenilməz bu dağlar. Bir də səni verər, verməz bu dağlar. Hər oğula lay lay deməz bu dağlar. Dağlar sənə lay lay deyir şəhidi. Bir zirvəsən ucalacaq dünyada. Sən cavansan, qocalacaq dünyada. Bu dağlarmış, bu dağlarmış ən uzadaq dünyada. İndi sənə lay lay deyir şəhidi. İndi sənə lay lay deyir şəhidi. Zeynal əbə, buyurun. Bağlarımızı yox, 200 il əldə nə nailiyyətlər eləmişlər. Bizim həmin bu şəhidlər, bizim qazilərimiz həmin nailiyyətləri darmadağın elədi və müəyyən qismət vaxtlarında öz şəhadətinə qovuşdular. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhid atalarımızda bir qismi, bir 3-4 bu günləri bir 3-4 şəhidimizin anım günüdür. Ona görə hamısı burada iştirak edənlər gəldilər, mütəmadi getdilər. Bütün şəhid atalarına da, məktəblərə də, müəllimlərə də, gələn kənd əhlinə də xoş gəldim deyirəm, sağ olun, var olun, minnətdarım hər birə. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizim burada şəhid atalarını görürəm. Buyurun, üzr istəyirəm, ad vasitə tanımasam da buyurun. Zəhmət. Mən də bütün şəhid atalar adına, bütün şəhid atalar adına bu iştirak cəm olanların hamısını salamlayıram. Allah Zeynal əmiyə səbir versin, xanımına səbir versin, bütün atalar qarşı. Uşaqlar bizim gələcəyimizdir, inşallah bu tədbirlər bunlar üçün də yaxşı təsir bağışlayar. Allah bizim bundan sonra bizim dövlətimizə, özümüzə bu günləri bir də qismət eləməsin. Dövlətimizi dövlət içində, millətimizi millət içində, bayrağımızı bayraqlar içində həmişə uca eləsin, var eləsin. Sizin də hamıza can sağlığı versin. Xoşbəxtlik arzulayıram hamıza. Sağ olun Zeynal əmi. Allah sənə var eləsin. İndi isə söz verilir bir saylı tam orta məktəbin şagirdlərinə. Parçalansın bədənim, fəxr edim ki, vətən üçün şəhidəm. Gözəl yurdum, bəzəyirsən dünyanın. Uğrunda çox övladın verdi canın. Bu canım da olsun sənin qurbanın. Mənə həyat verən üçün şəhidəm. Övladların düşmənindən öc alır. Bayrağımız günü gündən ucalır. Həsrət bitir, Şuşa, Laçın, Xocalı. Vüsalına yetən üçün şəhidəm. Şəhidlər ana yurdun qüruru iftiharı. Şəhidlər qorudunuz hər an namusarı. Şəhidlər insanlığın o cansız bəxtiyarı. Şəhidlər qalxan yerə qalxa bilməz hər yerdən. Şəhidlər doğuldu ki, yaşasın ana vətən. Yenə candan can getdi, şəhidlər verdi canı. Yenə candan can getdi, şəhidlər verdi canı. Vətən sağ olsun deyir. İgid Danası. Şəhidlər ölmür ki, ürəkdə yaşayır. Ruhlarına hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar? Sil gözünün yaşını, başını dik tut. Başını dik tut. Sən elə qəhrəman böyütmüsən
ki, millətin fəxr edir oğlumla ana. Vətən üçün canından keçən igidlər torpağı bəxş edib Azərbaycana. Qürurla cəmiyyət içində dayan, ey şəhid anası, ağlama nə olar. İgidim var Azərbaycan, vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşüz, şəhid verib diz tökmüşüz, sanmasınlar biz ölmüşüz, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu, unutdular boz qurdu, igidim var Azərbaycan. Bugün bura toplasan kənd əhalisini salamlayıram, şəhid atalarını salamlayıram, şəhid analarını salamlayıram. Bugün bizim həm kədərli günümüzdür, həm də sevincli günümüzdür. Kədərli günümüzdür ona görə ki, bütün şəhidlərimiz, eyni zamanda Elnurumuz da artıq 5 ildir bizlə vidalaşır. Amma sevinirik ki, ona görə ki, torpaqlarımız öz bütövlüyünə qovuşur. Buna görə Zeynal əminin çıxışında da gördüm ki, artıq Zeynal əmi qürurla çıxış elədi. Və artıq dedi ki, düşmənin 200 illik planın darmadağın etdi bizim şəhidlərimiz. Bəli, bizim onlar qürur mənbəyimizdir. Məktəblərimizdə də artıq Koroğlu dastanının tədris edəndə Koroğlu dastanından əvvəl-axır danışırdıqsa, indi Koroğlu dastanına giriş verən kimi öz şəhidlərimizdən danışırıq. Onların şücaətindən danışırıq. Onların qəhrəmanlığından danışırıq. Biz şagirdlərimizi artıq Koroğlu'nun ruhunda yox, Elnurumuzun ruhunda biz tərbiyələndiririk. Allah hamısına rəhmət edəsin, Allah qazilərimizə də can sağlığı versin. Çox sağ olun. Unutmarıq sizləri, qan içində gülümsəyən üzləri, əli, qolu, ayaqları, gözləri, bütün gedib yarım gələn oğullar, güllələrdə parçalanmış köynəyim, hər birisi qəhrəmanlıq örnəyim, ürəyimdə neçə şəhid görnəyim, sinəsində şurum gələn oğullar, sevməz sizi yad qapıda yalvaram, Erməniyə, Rusa, Farsa qullanan, döyüşlərə gülə-gülə yollanan, əsəbləri tarım gələn oğullar. Qan görürdüm, qızın qanıyla minləri son nəfəsiyəm, bugün torpaqalda yatan, həmin şəhidin səsiyəm. Mən səsiyəm, bugün torpaqalda yatan, həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarətli, o mərd duruş, kiminsə tez unudulmuş, o hər bir səsiyəm mən. Bugün torpaqda yatan, həmin şəhidin səsiyəm. Mən yetim qalmış uşağım, mən onu sönmüş odağım, mən namuslu Qarabağın Şah babanın nəvəsiyəm. Bugün torpaqda yatan, həmin şəhidin səsiyəm. Tədbir iştirakçılarına, bu gün bilirsiniz, Elnur Bağırovun 2 oktyabr 2020-ci ildə düşmən gülləsinə tuş gəldiyi gündür. O tədbir münasibəti ilə biz yığışmışıq. Bütün tədbir iştirakçılarını salamlayıram. Elnur Bağırov Diz çökürəm qarşınızda sizlərin. Diz çökürəm qarşınızda sizlərin. Yalvarıram ağlamayın analar. Haqqınız çox boynumuzda bizlərin. Haqqınızı halal edin analar. O ağaran saçlarına qurbanam. O ağaran saçlarına qurbanam.
Şəhidimin qəlbi yanar anası, şəhidlərin qeyrətinə qurbanam, ağlatmasın heç ananı balası. 44 günə nə yaman qocalmışsan, 44 günə nə yaman qocalmışsan, lay lay deyən şəhidimin anası, dedi oğul zirvəyə ucalmışsan, yoxdur sənsiz yaşamağın mənası. Bir gecədə saçları oldu beyaz, bir gecədə saçları oldu beyaz, bakamıram gözlərinə ananın, dedi Allah şəhidlərə tarix yaz, zirvəsinə qurban olun balanın, zirvəsinə qurban olun balanın. Üç rəngli bayrağı öz qanları ilə vətən göylərinə çəkdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü çumondan seçdi şəhidlər. O şənbə gecəsi, o qəfil günü mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxunu üçünü o gecə dağıdıb sökdü şəhidlər. Tarixi yaşadıb diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Yıxıb körəli ürəyimizdə, cəsarət gücünü düşdü şəhidlər. Onlar susturulan haqqı dindirər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər, axı el qeyrəti tək. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə, torpağın bağına cəsarəti ilə, azadlıq toxumunu əşli şəhidlər. Bilirdim nəsə bir xəbər çıxacaq, yuxumdan çıxmadım bütün gecəni. Gördüm ki gəlmişsən, millət yığılıb, güllərlə bəzəyib bütün səni. Mən səni ağ atın üstündə gördüm, sən qara tabutda gəlib sıxmısan. Düşsəsi qapıdan çıxmayan oğlum, balası tabutdan necə sığmısan. Dünən qurban kəsib sənə danışdıq, sanki indi çıxıb buradan getmişsən. Biz sənin yolunda qurban kəsən var, sən vətən uğrunda qurban getmişsən. Balanın ürəyinə damıqdır nəsə, nə su içir, nə də yemək istəyir. Hər və gələndən səni soruşur, sənə Edir ərazi nümayəndəsinə. Ha bilmədim, buyurun. Cəllabad rayon Pirqon üçün ərazi nümayəndəliyi adında. Bugünkü bizim şəhidimiz Bağırov Elnur Zeynal oğlunun il dönümünə yığışmış olan bütün şəhid analarına və şəhid atalarına Allah'tan səbir diləyirik və onlara deyirik. Sağ olun ki siz belə cəsur, qəhrəman övladlar böyütdünüz. Və bu Azərbaycan xalqının alnında olan bu ləkəni bizim Ali Baş Komandanın rəhbərliyi altında bu bizim qəhrəman igid oğlanlarımız bu ləkəni sildilər. Ona görə biz bu günləri Bağırov Zeynal Simiranoğlu'na və bizim anamız Almaz anamıza Allah'tan səbir diləyirik və yenə də biz nümayəndəlik adından, kəndimizin cəmiyyəti adından təşəkkür edirik ki, onlar belə igid, qəhrəman, cəsur oğul böyüdüblər və Azərbaycan xalqının zəfərini bu oğlanlarının hesabına biz əldə etdik. Arzum var torpaq oğlum əmanəti, arzuları nakam qalan torpaq oğlum əmanəti. Ata-ana oğul deyir, ata-ana oğul deyir, yediğiniz zəhər yeyir, bacım başa qara geyir, torpaq oğlum əmanəti. Ana bilib döndü sənə, ana bilib döndü sənə, cavan canım verdi sənə, laylasını de, sıx sinənə, torpaq oğlum əmanəti. Vətən nədən qara geyib, vətən nədən qara geyib, düşməninə sinə gəlib, bu torpağa şəhid gedib, torpaq oğlum əmanəti. Gözləməkdən köz olmuşam, gözləməkdən köz olmuşam, yana yana Allah mən solmuşam, ayrılıqdan qocalmışam, torpaq oğlum əmanəti. Torpaq oğlum əmanəti.
Hər birinizə təşəkkür edirəm. Hər bir iştirakçıları var olasınız. Məktəblər, bizə də yaxından dəstək göstərən Mədəniyyət evi, Telman müəllimi, Mübariz müəllimi var olasınız. Şəhid ataları ən böyük təşəkkür sizlərədir. Gənc cəmaatı, hər biriniz var olasınız. Bizim bu tədbirimiz şəhidimiz Elnur Bağırovun adı ilə başladı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin və tədbirimiz bununla da bağlı elan olunur və bizim məktəblərimiz şəhidimizin məzarını ziyarət edəcək. Hər birinizə təşəkkür edirəm, var olasınız. Çox sağ olun. Yetkiyə hörmət eləyən atana qədri bilər. Hər çağıranda canına, hər kəlməmə canına deyən oğul idi. Heç vaxt bir dənə sözümüzü hiç eləməzdi. O kadar bağlıydı mənə, o kadar bağlıydı. O bir balalarım həmişə deyirdi, ana sen onu bizden çok istəyirsən deyirdim. Bilmirəm nədəndir, həqiqətən də sizi də çox istəyirəm, amma onu hamımızdan çox istəyirəm. Deyirdi, harda olsam ana, harda yaşasam səni dözümlə aparıb saxlayacaq. Öz kiçik qardaşının əskər yığıncağında gətirdi, evdən bayraq asdı. Bacısı zarafat elədi. Eli niyə bayraq evdə dedi. Bayraq alın, saxlayın. Mən toylayanda mənim bəy başımı bayrağa vurarsınız. O bayrağı verdi mənə. Ana mən bəy başını bu bayraqlarla bəzləyəcəm. Alın qurban bala. Bəy maşını o kadar bayraq bəzəmişdilər, mənim bayrağıma ihtiyac olmadı. Onun hakkında o kadar danışaram, danışa bilmirəm ama yüreğim doludur.